yazdırıram mənim şair dostum Ramanla yaşayan Tofiq İsmail'e əbədi xatirə. Özü Gürcistan mahalından, Dumanlı rayonundandır. Ramanla yaşayır. O vaxtı 1955-ci ildə Səməd Vurğun Kəlbəcərə üstüsuya gəlir xəstəliyinlə bahəm. Orada dincəlir. O vaxtın katibi olan Səfərverdiyevə deyir ki, aya, belə bir şeir var, səni qari gördüm, xəyalım çaşdı, mənim saqqalımın çal bədəsində. O şeirin müəllifini axtartar. Deyir, Səməd bəy, o Dədə Şəmşirdir, bizim Kəlbəcərin Ağdaban kəndində yaşayıb yaradır. Bu saat onu qulluğuna gətirərəm. Belə də olur, Səfərverdiyev şoferini göndərir, gedir Dədə Şəmşiri gətirməyə. Dədə Şəmşir deyir, oğul, kimdir gələn, Verdiyevin qonağı kimdir? Deyir, gələmdə özün görəcəksin. Səfərverdiyev Səməd Vurğun gəldiyini şoförə deyir ki, demə. Səməd Vurğun gəlişini Şəmşir məclisə çatanda görür, qartal baxışır, başı dağlar kimi ağılan bir gözəl nurani şairdir. Tanıyır ki, Səməd Vurğundur. Görüşürlər, öpüşürlər, söhbət xeyli uzanır. Üstadlardan söhbətlər gedir. Səməd Vurğun deyir, aya, Şəmşir kişi, sənin şeirlərin qorxma, çap elətdirəcəm. Deyir, ay Səməd müəllim, məndən qabaq dədəmi şeir çap olmalı, Ağdabanlı Durban məndən yaxşı şairdir. Aya, dədən də mi şair olur? Deyir, bəli. Deyir, dədən də çap olar, sən də inşallah. Nəsə çox söhbətlərdən sonra görüşü ayrılanda deyir, Şəmşir kişi, deyirəm, bir yadigar sözümüz qalsın. Qulaq gör nə deyirəm, sən də cavabını deyərsən. Alır görək Səməd Vurğun Gökçə gözəlləməsinlə nə deyirsə can sağlığı. Aşıq Şəmşir Dəli dağdan keçəndə, Kəhliyli daşlardan xavar al məni, Ceyran bulağından qızlar içəndə saz tutub söz qoşur, yada sal məni. Dədə Şəmşir yekə cavab verir, Qoşqarla yanaşı duran adın var, bizim el tanıyır uzataq səni, elimin gülümün böyük şairi, bilir şeirdə bir mayaq sana, alır Səməd Vurğun ikinci bəndrə.
O ceyran baxışlı baxdı uzaqdan. Canımı yodlara yaxdın haqdan. 100 ildə dolanıb keçsə bu vaxtdan. Unutmaz aləmdə əhli hal mənə. Şəmşir kişi deyir ki, qoşqarla yanaşı duran adın var. İndi güllər açır Vaqifin bağı. Bir çox şairlərin ana torpağı. Səmədin məskəni şeir ocağı. Kamala yetirmiş o Qazaxıstanı. Arı Samatorunu. Bəxt məni bu yerə qonaq göndərdi. Gedirdim, yamandır ayrılıq dərdi. Demə Səməd Vurğun gəldi gedərdi. Unutmaz bu oba bu mahal məni. Şəmşirlə görüşün qaldı yadigar. Unutmaz neçə ki canında can var. Səndən dərs almağa diyar və diyar. Gəzərəm əlimdə şamşıraq səni. Şəmşirə Səməd Vurğuna rəhmət Tofiq İsmailə can sağlıq. Aşıq Nərmandan Tofiq İsmailə bu hədiyyə. Sağ olun, var olun.